Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccəl vəliyyekel fərəc. Məkasib kitabından 430-cu dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz Məkasib kitabında Ğina bölümündən gedir. Və keçən dərsimizdə Mühəddis-i Kaşani və Muhəqqiq-i Səbzivarinin rəylərini oxuduq. Belə ki, bu ağalar buyurdular ki, Ğina özlüyündə haram deyil. Bəlkə bir musiqi aləti ilə bir yerdə olsa, onda haramdır. Mərhum şeyx təbii ki, bu rəyin xilafını oldu və öz rəyini bildirdi ki, Ğina bilavasitə haramdır. Əgər musiqinin aləti də onunla bir yerdə olmasa, yenə də haramdır. Və belə qeyd elədi ki, bu iki ağa, Muhəqqiq-i Səbzivari, Mühəddis-i Kaşani bu fikirdə bizimlə müxalifdirlər. Onlar Ğinanı halal bilirlər, biz haram bilirik. Və lakin bugünkü dərsimizdə də mərhum şeyx yenə də onların sözünü nəql eləyir və buyurur ki, bu iki ağanın, Mühəddis-i Kaşani və Muhəqqiq-i Səbzivarinin bəzi kəlmələrində belə zahir olur ki, onlar Ğinanı ləhv bilirlər və lakin təfsilə qail olublar. Deyirlər, əgər bu Ğina bir musiqi aləti ilə olunsa, onda haramdır. Əgər olmasa, onda halaldır. Bu təfsili onlara nisbət veriblər və lakin mərhum şeyx buyurur ki, əgər biraz düşünsəz, təfəkkür eləsəz, görəcəksiniz ki, bu təfsili onlara nisbət vermək bəyənilmir. Niyə? Çünki onlar mütləq şəkildə onların sözlərindən bu çıxır ki, Ğina icazəlidir. Ümumiyyətlə hörməti yoxdur, haramlığı yoxdur. İndi o ibarətlərin oxuyuruq. Mərhum şeyx buyurur, nəm? Buyurur, bəli. Bəzu kəlimatihima, bu iki ağanın, Mühəddis-i Kaşani, Muhəqqiq-i Səbzivarinin bəzi kəlmələri zahirətun, zahirdir, feyma, nusibə iləyhima, onlara nisbət verilən şeydə, onlara nisbət verilən şey nədir? Minət təfsil, ki, təfsilə qail olublar. Dediyimiz kimi təfsil də budur ki, Ğina öz-özlüyündə haram deyil, musiqi aləti ilə olsa haramdır. Minət təfsil, fi sovt-i ləhvi, bu sovt-i ləhvidə, bu ləhvs olan səsdə. Əlləzi leysə huvə ində təammül təfsilən. Bunu deyir, nisbət veriblər bunlara və lakin insan təammül eləsə, fikirləşsə, görəcək ki, bu ağalara verilən bu fikir təfsil deyil. Bəl qovlun və itlaqı cavazıl Ğina. Bəlkə görəcək ki, bunların rəyi budur ki, mütləq şəkildə Ğina icazəlidir
və ənəhu la hurmətə fihi əslən, ki, bunların nəzərində budur ki, qinada əslən haramlıq yoxdur. Və innəməl haram ma yəqtərin bihi minəl muharramat. Nəzərləri budur ki, yalnız qina o surətdə haramdır ki, əgər bir haram alətlə yaxın olsa, məsələn, musiqi bir aləti ilə olunsa. فَهُوَ əla təqdir-i sidqu nisbətihi iləyhima fi qayət-i zəf. Buyurur, bu iki ağaya nisbət vermək, Mühəddis-i Kaşaniyə, Muhəqqiq-i Səbzivariyə, bu nisbətin onlara sidq eləməkliyi qayət-i zəfidədir, nəhayət-i zəiflikdədir. Yəni, bu nisbəti onlara vermək bəyənilmir. Onlara bir nisbəti vermək olar ki, onlar deyirlər ki, qina mütləq şəkildə icazəlidir. La şahidə ləhu və lakin bunların bu fikrində heç bir şahid yoxdur. O rivayətlər ki, mütləqdir, özü də iddia olunur. O rivayətlərin təvaturu, yəni rivayətlər təvatürdir, insana yəqin gətirir. Bir dənə rivayət yoxdur ki, gəlsin onlara qeyd vursun, desin ki, qina halaldır. Və la şahidə ləhu yuqayyidul itlaqatil kəsirə əl-mudda'a təvaturuha. Yəni, rivayətlər mütləqdir, özü də təvatürdür. Hamı deyirlər, qina haramdır. Bir dənə rivayət yoxdur ki, gəlsin o mütləq olan rivayətləri qeyd vursun. İlla bəzur rivaya əlləti zəkəraha. Məgər bəzi rivayətlər var ki, bu iki ağa zikr eləyibdir. Deyiblər ki, bu rivayətlər müqəyyiddirlər o mütləq olan rivayətlərə. Yəni, o rivayətlər ki, mütləq şəkildə deyirlər, qina haramdır. Bunların nəzərində bir neçə rivayət var ki, deyirlər, bu rivayətlər qeyd vururlar o mütləq olan rivayətləri. Deyirlər, qina haram deyil. İndi o rivayətlərin bir neçəsini mərhum Şeyx Murtəza Ənsari nəql eləyir. Və minha, məsələn, o rivayətlərdən biri budur. Mühəddis-i Kaşani, Muhəqqiq-i Səbzivari bu rivayətləri gətiriblər ki, bəli, bunlar qinanı haram verən rivayətlərə qeyd vururlar. Minha ma anil himyəri, rivayətlərdən biri himyəridəndir. Besənədin ləm yəb'ud fil kifayə ilhaquhu bəs-siha. Belə ki, Muhəqqiq-i Səbzivari Kifayə kitabında bəyid bilməyib, uzaq bilməyib ki, bu rivayəti səhih rivayətə daxil eləməyi. Buyurub ki, bəyid deyil, uzaq deyil ki, biz bu rivayəti səhih rivayətə daxil eləyək. Deyək ki, bu rivayət səhihdir. Rivayətin sənədi çatır Ən Əli ibn Cəfər. İmam Cəfər-i Sadiqin bir oğlu var idi, Əli. Ona, o da öz qardaşından rivayət nəql eləyir. İmam Cəfər-i Sadiqin oğlu Əli öz qardaşından nəql eləyəndə kim olar? Yəni, İmam Musa ibn Cəfər, İmam Kazım əleyhissalam. Yəni, Əli ibn Cəfər rivayəti nəql eləyir, ən əxihi, öz qardaşı İmam Musa ibn Cəfərdən, əleyhimussalam, Allahın səlamı olsun onlara. Qalə, deyir ki, səəltuhu ənil qina. Deyir, mən imamdan, İmam Musa ibn Cəfərdən sual elədim qina haqqında. Fil fitr, vəl əzha, vəl fərəh. Sual elədim ki, məsələn, Ramazan bayramında və yaxud Qurban bayramında və yaxud fərəh, yəni şadlıq məclislərimizdə qina olunsa, qina eləsələr,
bu haramdır, yoxsa həlaldır? Deyir, imamdan soruşdum. Qalə, imam buyurdu, la bə'sə bihi ma ləm yu'sə bihi. Həzrət buyurdu ki, bəli, bu yerlərdə qina eləməyin eybi yoxdur, madamı ki, o qina ilə günah olunmur. Əgər bir günah vücuda gəlmir. Əgər bir günah vücuda gəlmirsə o qina ilə eybi yoxdur ki, o bayramlarda, şadlıq məclislərində qina olunsun. Muhəqqiqi Səbzivari bu rivayəti gətirib, deyib, bu rivayət müqəyyiddir, təqyid vurur o mütləq rivayətlərə ki, qinanı bizə haram bilirlər. Bəs bu rivayət müqəyyiddir o birlərə. Vəl murad bihi zahirən ma ləm yəsiril qina səbəbən lil məsiyə. Bu rivayətin zahiri budur ki, Həzrət bunu demək istəyir ki, zahirən budur ki, məna, əgər qina çevrilib səbəb olmursa məsiyyətə, günaha, onda, bəli, bunun eybi yoxdur. Yəni, qina illəti tamma olmursa, səbəb olmursa, məsələn, o günaha, məsələn, tutalım, bir nəfər qina eləyir, digər şəxsə deyir, tar çal, saz çal, gitara çal, çal yinə mən də oxuyum. Yəni, bu artıq səbəb olur o məsiyyətə. Yəni, əgər belə olmursa, və la müqəddimətə lil məasi əl-müqarinələ və eyni zamanda o qina müqəddimə olmursa bir günaha, məsələn, bilirlər ki, qina oldu, insanlar da şərab içəcək, dəyəcəklər bir-birinə. O qina, o səs onları təhrik eləyər şərab içməkliyə. Bu da müqəddimədir. Həzrət deyir, yəni bunlar olmasa, onda qinanın eybi yoxdur. Muhəqqiqi Səbzivari də Kifayə kitabında bu rivayəti gətirib, deyib, bu rivayət müqəyyiddir o rivayətlərə ki, onlar qinanı mütləq şəkildə haram bilirlər. Məsələn, rivayətlərdən biri budur ki, Muhəqqiqi Səbzivari bunu gətiribdir. Və digər rivayətlər də var və o rivayətləri də gələn dərsimizdə nəql edərik. İndi bu rivayətlər nə qədər müqəyyiddirlər, nə qədər müqəyyid deyildilər, əlbəttə hələ mərhum Şeyx Murtəza Ənsari bunları nəql eləyir. Sonra öz fikri nədir? İnşallah onu oxuyarıq. Elhamdülillahi Rabbil aləmin.